Qanımızın qırmızı rənginin sirri əslində milyonlarla xırda hüceyrələrin, eritrositlərin varlığından qaynaqlanır. İlk baxışda sadə görünən bu hüceyrələr həyatımızın ən mühüm qəhrəmanlarındandır. Onlarsız nə beynimiz, nə ürəyimiz, nə də əzələlərimiz işləyə bilərdi. Eritrositlərin forması təsadüfi deyil. Onlar iki tərəfdən batıq disk şəklindədir. Bu forma onlara dar damarlar arasında rahat hərəkət etməyə, həm də oksigeni maksimum daşımağa imkan yaradır. Yetkin eritrositlərdə nüvə yoxdur. Sanki hüceyrə öz genetik mərkəzindən imtina edib, həyatını yalnız bir məqsədə, oksigeni daşımağa həsr edib. Nəfəs aldığımızda ağciyərlərimizdə oksigen qana keçir və eritrositlərin içindəki hemoqlobin adlı zulalla birləşir. Hemoqlobin oksigeni bütün bədənə daşıyır, toxumalara həyat bəxş edir. Əvəzində isə toxumalarda yığılan karbon dioksidi götürərək geri, ağciyərlərə aparır. Bu iki tərəfli yol bizi yaşadan dövrün əsas hissəsidir. Qısa ömürlü qəhrəmanlar deyə bilərik eritrositlərə. Onlar insan bədənində təxminən 120 gün yaşayır. Sonra qaraciyər və dalaq onları parçalayır. Ancaq eyni anda sümük iliyində yeniləri yaranır. Bu möhtəşəm balans olmasaydı, bir neçə dəqiqə belə yaşamaq mümkün olmazdı.